Dirsəmlə vurdım cama, eşikdə 2-3 dənə xanım var idi. Xanımlar mütəvəccüh oldular ki, şəraitimi film götürələr biləsinlər. Aram ol, fəqət qızıllava ver mənə. Mən özüm atdım qabağa, dirsəmi dayadım, sinə fərmanı qəddədim. Maşın vuruldu, saxladı. برابر گزارشات مردمی که از طریق مرکز فوریت‌های پلیسی در ثبت olmuştu سیستم پلیس فردی با لباس نظامی اقدام به سرقت به عنف و خفتگیری و زورگیری خانمlar خصوصا خانمlarda اقدام olunurdu. Reis محترم کلانتری 26 bunu دستورکارına koydu ve نسبت به شناسایی خودروی مورد نظر با پلاک‌های مختلف که اقدام elirdi. با inayet ilahi ve telaş همکاران dünenleri ayın 8'inde akşam başı təvəssüt həmkarlar Hozey Nəslidə dəstgir olundu. Maşınla gəldi, saxladı qabağında, dedi ki, məvaddə müxəddir pəxş eləyirsə, sizi neçə gündür təqib eləyirik. Məkkədən dedim, yox baba, mən bazar yabam, icazə verin, şirkətimə zəh verin, icazə verin, dedi, xeyr, minin maşına gedir. Rəhman da əsləhəsini göstərdi ki, min maşına. Məcbur oldum, mindim maşına. Mən apardım Ərzidaran tərəfində, saxladı xəlvət yerdə. Bir əsid çıxartdı. Dedik, nə mənə qızılım var, ver mənə, yoxsa əsidi səpərəm üstünə. Mən deyim, xüsusun, nə mənə qızılım var, veririm. Dirsəmlə vurdım cama, eşikdə 2-3 dənə xanım var idi. Xanımlar mütəvəccüh oldular ki, şəraitimi film götürələr biləsinlər. Aram ol, fəqət qızıllava ver mənə. Mən özüm atdım qabağa, dirsəmi dayadım, sinə fərmanı qəddədim. Maşın vuruldu, saxladı. Şəhərvəndilərdən xahişimiz budur ki, hər quna libası با خودروهای şəxsi libas nizam görsələ həttəmən kartşinasayısını ehraz eləsinlər. Əgər məşkuk oldular, həttəmən müraciə eləsinlər, ya zəh vursunlar fəaliyyətlər polisiyə 110 ilə bizi cərəyanda qoysun.